İnsan dünyada yaşadığı müddət ərzində etdiyi əməllərə və danışdığı sözlərə cavab verməlidir Allahın huzurunda. Bunun adı hesab kitabdır. Qiyamət günü bəndə gəlir, sual edirlər ona, niyə boynuna bu vəzifə düşdü, əməl eləmədin? Niyə əməl eləməmsən? Bir də görsən, bəndə cavab verir orada ki, bilməmişəm, məlumatım olmayıb. İkinci sual verirlər, bəs niyə öyrənmədin? Bu bilmədim məgər cavabdır. Niyə öyrənmədin? Niyə boynuna düşən vəzifəni icra eləmədin? Baxın, bəzi məsələlər var, biz onları bilməliyik, vacib də oxumalıyıq. Şəriətin məsələləri ki var, məsələn, namazla bağlı, orucla bağlı, o məsələlər ki, bizim gündəlik vəzifəmizdir, onları icra edirik. O məsələləri biz fiqhi kitabdan açıb, əhkam kitabından açıb oxumağımız vacibdir. Öyrənməyimiz vacibdir. İndi ya biri danışsın sənə, ya açıb oxumalısan. Bu sənin, mənim vəzifəmdir. Mən şəriətin o boynuma düşən vəzifələri öyrənməliyəm, kitabdan oxumalıyam. Amma təəssüf görsən, bu mövzularda biraz yüngül yanaşılır. Mən bir dəfə demişdim, bizdə adətən, Azərbaycanda desəm, adətən, hamiyə şamil eləmirəm, təqlid mövzusu telefonlandır, yəni ki, yanlış demərəm. Yəni biz məsələ öyrənmək istəyəndə kitab açmaq biraz zəifdir. Kitab açıb oxumaq istəmirik. Gündə bir dənə fikri məsələ oxuya bilərik, öyrənə bilərik, ona məsələn yüngül yanaşır. Mən demirəm, amma qarşı tərəfə sual verilməsin, vəzifədir, indi mənim kimi günahkar bəndənin də vəzifəsidir, sual versöz ömrümüzün axırına qədər bilsək cavab verəcəyik, onunla işim yoxdur. Amma istəyirəm fərdi bir məsələlərə toxunum hamımıza ki, bu bizim vəzifədir, öyrənməliyik, oxumalıyıq. İndi qiyamət günü gələm Allahın ilahi səhnəyə, niyə əməl eləməmsən, bilməmişəm, qəbul deyil. Qəbul deyil, da Sovet dönəmi deyil ki, o vaxtları məhdud idi, öyrənmək olmurdu, çətinlik idi. İndi üzvü tərəfə çevirsən, bir dənə tələbə görəcəksən, şükür Allaha. Ondan öyrənməliyəm, vəzifə borcumdur. Harun Rəşid bir dənə məclis qurmuşdu, İmam Musa Kazım əleyhissalamı çağırıb, suallar verirdi İmam Musa Kazım əleyhissalama. Gəldi, bir dənə də sual verdi, buyurdu, belə dedi, din nədir, dinə tərif ver. İmam qulaq asdı ona, qulaq asandan sonra sualına ki, din nədir, cavab verdi. Dedi, din, əhəd, İsneyn, başlı saymağa 1, 2, 3, 4, 5 sayır. Diyanda axırda Harun Rəşid baxdı imama. Dedi, mən səndən sual edirəm, din nədir? Sən mənə riyaziyyatdan danışırsan ki, 1, 2, 3 sayırsan, bunun mənası nədir? Sən neynirsən? Hesab kitab öyrədirsən mənə? Ondan sonra imam cavab verdi ki, əmə əlimtə ənnəddin kulləhu hisabun. Bilmirsən ki, din başdan ayağa tam mənada hesab kitabın özüdür. Mən istədim deyim sənə, yəni 1, 2 etdiyin gün ərzində bütün əməllər qiyamətdə cavab verəcəksən. Bunu istəyirdim sənə deyim. Sən başa düşünürdün bunu. Odur ki, qiyamət günü hesab kitab var, sorğu-sual olunmalıdır. Amma bəzi mövzular var, onlardan bəzi məsələlər var, onlardan sorğu-sual eləməyəcəklər. Biraz rahatlaşdırın mövzunu. Deyərsən, hələ 2 cümlədir deyirsən, o hesab kitab, başını çevirirsən o tərəfə, bunun da hesab kitabı var. Bir kəlmə ona söz deyirsən, bunun da hesab kitabı var. Biz neyniyək? Evdən bayra çıxmayaq. Evdən bayra çıx. Amma diqqətlə, adam Bismillahla Allahın adını deyə çıxa ki, ilahi günah eləməyəm. Bəzi məsələlər var, ondan hesab kitabı yoxdur, arxayın olun. Onlardan biri budur, Peyğəmbər buyurdu, bir insan ki, həcc üçün pul yığır, həccə pul xərcləyir, həccə gedir, oradan sovqat alır, gətirir evə, oradan üzük alır, gətirir kiməsə, hədiyyə alır, kiməsə gətirir, orada həcc üçün pul xərcləyir, o pulun qiyamət günü sorğu sualı yoxdur, arxayın olun. Da sənə sual eləməyəcəklər ki, o həccə kiməsən 4000 vermişdin, nə oldu? Da onun hesab kitabı yoxdur, rahat ol. Bu bir məsələ. Digər məsələ budur, hədisdir bu da, o da budur ki, qiyamət günü bütün pullardan sorğu-sual edəcəklər. Hara xərclədin? Bu sorğu-sual olacaq. Amma bir pul var, onun sorğu-sualı yoxdur. O hansı puldur? Fi səbilillah. Allah yolunda pul xərcləmisənsə, onun qiyamət günü hesab kitabı yoxdur, arxayın ol. Bir şərtlə ki, halaldan qazanıb xərcləyir. Halaldan qazanmaq şərt. Və rahat olun, Allahın yolunda nə qədər pulunuzu xərcləsəz, Allah deyir hesab kitabı yoxdur. Niyə?
Fəlsəfəsi nədir? Fəlsəfəsi budur ki, mən bunu Allahın yolunda xərclədim. Özümə xərcləmədim ki, hesab kitab eləsinlər. Mən bunu verdim Allaha. Elə bir müdir gəlir, işçisindən hesab kitab eləyir. 500 manat pul var idi. İşçisi də ona ondan əvvəl 100 manatı vermişdi, 400 qalmışdı. Müdir gəlir o 400 manatın hesab kitabını eləyir. Daha 100 manatı ondan soruşmur ki. 100 manatı alıb da bundan. 100 manatı nəyin soruşsun ki? Özündə saxlamayır ki, soruşsun. O ki, Allah üçün xərcləmsən, saxlamamsan da özündə. Demirsən, mən saxlamağa qorxuram. Gələ, Allah, ya Rəbbəl aləm, buyur, sən saxla. Mən narahatam, bunu saxlaya biləcəm, bilməyəcəm. Şeytan məni aldadar, harama xərcləyərəm. Şeytan məni aldadar, bihudə şeylərə xərcləyərəm. Verirəm sənə, qoy qalsın səndə. Ən gözəl əmanətçi Allahdır. Ən gözəl əmanətçi Allah. Qoyursan pulu, verirsən Allaha pulu, saxla. Qaytaranda da 10 əvəz qaytarır, 700 əvəz qaytarır. İndi bəndə var, Allahla bu alqı-satqıya girmək istəmir. Məsələn, banka aparır, pul qoyur, indi onun şəraiti var. İndi harada qoymaq olar, hansı bank, onunla işim yoxdur, şəriət mövzusudur. Pulun qoyur ki, artsın. Bir dənə də yer var da, onu verirsən Allaha, Allah artırır. Qutardı getdi. Allah artırır, hesab kitab da eləmir, gətirir sabah sənə, qiyamətdə deyib, bu sənə çatmalıydı, buyur. Əmanət vermişsin də mənə, əmanətini götür. Baxın, bir insan 1 manatın verir Allaha, Allah onu saxlayır, qaytarır özünə, dil götür. Və o 1 manatın hesab kitabı yoxdur. İndi insan gələ canını ver Allaha, bütün ömrün ver Allaha. Da Allah qiyamət günü bundan hesab kitab edəcək. Nə hesab kitab eləsin ki? Evdən çıxanda sənə xatir çıxıram, evə gedəndə Allah sənə xatir yeyirəm. Yemək yeyir, Allah sənə xatir yeyirəm. Sağa baxır, Allah sənə xatir. Heç nə yoxdur da bunun həyatında Allahdan başqa bir şey yoxdur. Bir insan ki, ömrün, canın, vücudun tam mənada Allaha verir, da tam mənada ki, Allaha verdi, nə hesab kitabı? Onu da hesab kitabı olmayacaq. Tam mənada vücudumuzu verək Allaha. Onu da hesab kitabı. Üçüncü məsələ budur. Elə ki, gəldin, əyləşdin süfrəyə, süfrədən istədin çörək götürəsən, yiyəsən, yemək götürüb yiyəsən, diyandun. Mən zəkərə isməllah alət-taam. Dedin, Bismillahirrahmanirrahim. Allah sənə xatir yiyirəm ha. Doğrudan da Allah xatir yiysin ha. Allah sənə xatir yiyirəm. O yediyin yeməkdən qiyamət sorğu-sual yoxdur, narahat ol. Əlbəttə, halal olmağı indi öz yerində. Daha qiyamət gün səndən o sorğu-suala deməyəcəklər ki, bu nə idi, nə yedin, nə qədər yedin, yox. Amma bismillahsız yiyilən bir loxma çörəyində hesab kitab olacaq. Allahın adını çəkə insan yiyən. Bu da 3. Dördüncü məsələ budur. Bir insan ki, ehtiyacı var bir paltara, gedir onu alır. Ehtiyacım var, giyinməliyəm, alıram onu. O ehtiyac üçün alınan paltarın da qiyamət günü narahat olun hesab kitabı yoxdur. Bir var, israf eləyir. Bir dəfə giyindiyi paltarı öldür, deyir, giymərəm ikinci dəfə. Gedir ikincini alır. O ikincinin hesab kitabı var. Bir də var, yox, indi öz ehtiyacı da alıb giyinir. Daha onun hesab kitabı yoxdur, narahat olun. Bu da bir məsələ. Beşinci məsələ də budur. Bir insan evə ehtiyacı var. Pul yığıb, ev alıb, evin tikib, onun içində yaşayır da qiyamət günü narahat olmasın. O evə görə ona sorğu-sual eləməzlər. İndi ikincisini tikdi, onun hesab kitabı var. Ehtiyacından artıq tikdi, hesab kitabı var. Demirəm, ha, pis insandır. Eybi yoxdur, 4 dənə ev var, 5 dənə ev var, özü bilər. Amma bir dənəni çıx, ehtiyacdan o tərəfəni götür, onların hamısının hesab kitabı var, daşına qədər. O daş, qum, su, hamısını soruşacaqlar, hardan qazandın, necə qazandın, necə tikdin, kimə verdin, tikəndə filan kəsin haqqını verdin, zay elədin, aldatdın, neynədin. Bunların hamısının hesab kitabı var. Bütün qum dənəsi necən ki, orada sərf olunub onun hesab kitabı. Haqsızlıq elədin pulu verəndə, yoxsa yox. İstifadə elədin, gördün, mülayim insandır, biraz elə deyim, az verim də ona, olsa danışan deyil. Onu namaz qılandır da inşallah keçər. Namaz qılanı çox ver də. Nə olar biraz mən çox versən? Hələ gəlin namaz qılandan mən alın. Bu yazıq da işləməlidir, yoxsa yox. Bu qazanmalıdır, yoxsa yox. Bu namaz qılan da ölsün acından, daha mənim işim görsün bütün günü. Onu nəsə verməliyəm, yoxsa yox. O cür nə olmalıdır insan. Və ev üçün, dikilən ev üçün daha narahat olun. Hesab, kitab yoxdur, arxayın olun. Bunlar hesab, kitab olunmayan mövzular.